Sabah 14 yanvar tarixində Azərbaycan ümumiyyətlə dəyişkən hava şəraitinə qapılacaq. Səhər saatlarından etibarən Bakı və Abşeron yarımadasında buludlu səma gözlənilir. Gecənin və səhərin erkən saatlarında bəzi yerlərdə yüngül qar və ya çiskin müşahidə oluna bilər. Havanın temperaturu gecə saatlarında sıfırın bir qədər altında olacaq. Gündüz isə havada azca istilik hiss olunacaq, amma yenə də soyuq hiss olunacaq. Külək əsasən şimal-şərq istiqamətindən əsəcək və havanın quru olmayan tərəfi ilə birlikdə bəzi yerlərdə dumanın əmələ gəlməsinə səbəb olacaq. Ölkənin şimal bölgələrində hava daha da dəyişkən olacaq. Dağlıq zonalarda qar yağma ehtimalı yüksəkdir və gecə ilə səhər saatlarında qar örtüyü yerlərdə sıxlaşa bilər. Qərb bölgələrində isə əsasən buludlu hava hökm sürəcək. Bəzi anlarda yüngül yağış damcıları görmək mümkün olacaq. Lakin bu yağışlar uzun sürməyəcək və havanı əsasən quru saxlayacaq. Gün ərzində hava biraz nəmli olacaq. Buna görə də ətrafdakı bitkilər və torpaq səhər və gündüz saatlarında sanki yüngül bir parıltıya bürünəcək. Cənub bölgələrində hava daha yumşaq keçəcək. Gündüz saatlarında havada azca istilik hiss olunacaq. Amma gecələr yenə də sərinlik qalacaq. Şəhərlərdə və kəndlərdə hava dəyişkən olacaq. Buludlar arasında bəzən günəş işığı görünəcək və günün müəyyən anlarında sanki sakit bir gün olacaq. Lakin külək hələ də əsəcək və bu havanı biraz daha sərt hiss etdirəcək. Dağlıq və yüksək ərazilərdə isə qar örtüyü qalınlaşacaq və səhərdən etibarən yolların bəzi hissələrində sürüşkənlik yarana bilər. Gecələr temperatur daha da aşağı düşəcək və bu xüsusilə dağlıq zonalarda hava şəraitini diqqətlə izləməyi tələb edəcək. Ümumiyyətlə, 14 yanvar tarixində Azərbaycan müxtəlif hava şəraitinə açıq olacaq. Hər bölgədə fərqli təbiət gözəllikləri ortaya çıxacaq. Şəhərlərdə insanlar küləyə qarşı daha sıx geyimlərə üstünlük verəcək. Dağlıq zonalarda isə qarın və soyuğun dadını çıxarmaq üçün daha uyğun geyimlər seçiləcək. Sabah hava həm səma, həm də torpaq üçün öz dəyişkən təsirini göstərəcək və ölkənin hər güşəsində fərqli təbiət mənzərəsi ilə qarşılaşmaq mümkün olacaq.